Xaçmazda da alça yetişmək üzrədir. Xaçmazın alça bağlarında məhsul yetişir. Allah bərəkət versin. Bu il digər bir çox meyvələrdə yəni havalar elə oldu ki, yoxdur məhsul. Məsələn, gilas bu il olmayacaq. Çox az var. Şirkət bağlarında da yoxdur. Dədəvə bağlarında da yoxdur. Bəzi sortlarda var. Alça da həmçinin azdır, amma nisbətən var. Amma bizim alça yetişəndə, bu Xaçmazın alçası yetişəndə qiymət olur su qiymətinə. Kilosu, nə bilim, 10 manat, 15 manat olanda yox. Bizdə olanda bu alça yetişəndə olacaq, nə bilim, 1 manat, 50 qəpik filan. İndi Allah bərəkət, əsas məhsul olsun. Ümumiyyətlə, Xaçmazın məhsulları hamısı orqanik, təbii məhsullardır. Ən ləzzətlisi burada yetişir. Düzdür, bəzi məhsullar var ki, Göyçanlarla müqayisə eləmək olmaz. Alçanı da Naxçıvan alçasını müqayisə eləmək olmaz, amma çox bizim parnik şəraitində deyildi. Hamısı təbii yetişən alçalardır. Hələ ki balacadılar, böyüməyiblər. Dadı qəşəngdir. Dadı qəşəngdir. 10 günə çıxacaq bazara bunlar. Ümumiyyətlə, Xaçmaz məhsulları, yenə də bayaq, orqanik, amma qiyməti ucuz olur. Pomidor kilosu 7 manat, 8 manat, 10 manatdır. Xaçmazda pomidor yetişəndə 1 kilonun qiymətinə, məsələn, indi kilosu 8-10 manatsa, 1 yeşik pomidor almaq olacaq. 1 yeşik. 30 kilo. 20 kilo pomidoru, Xaçmaz pomidorun o qiyməti almaq olacaq. Xiyar indi 8 manat, 7 manat kilo xiyarıdır. Amma Xaçmazda yetişəndə 70 qəpik də olur. Allah bol ruzi bərəkət versin. Bura həyətyanı sahədir, alça bağı deyil. Həyətyanı sahədə Naxçıvan alçası da əkilən. Amma Naxçıvandakı kimi vaxtında yetişmir də burada. Biraz gec olur. Hava da tutulub. Allah bol ruzi bərəkət versin bütün bağlara, bütün zəhmətkeşlərin zəhmətin yerdə qoymasın, xeyirli olsun, yaxşı gəlir əldə eləsinlər.